Bu əsərin demək olar ki, əks kütüblərin bütün hər bir sujeti maraqlıdır, çox gözəldir. Yəni oxucu hər bir bölməsində, hər bir hissəsində maraqlı sujetlər görəcək. Mən misal üçün belə bir sujeti deyərdim ki, məsələn, birinci cilddə Mirayaz prototipi universitetdə oxuyan vaxtlar, birinci kursda bir qrup yoldaşı ilə yaşadığı bir problem onu cinayət etmək həddinə gətirib çıxardır. Lakin o bir müddət sonra atası ilə oturur danışır. Atası ilə söhbət əsnasında atasının fikirləri ona təsir etmiş olur ki, bu cinayətdən bir növ imtina edir. Sonra biraz zaman keçir, o əskərlikdə olur. Əskərlikdə də Çavuşla yaşadığı bir problem onu yenə cinayət etmək həddinə gətirib çıxardır. Və bu səfər də anası gözünün qarşısına gəlir və bu hadisəni də törətmir o. Və üstündən müəyyən zaman keçir, prototiplər böyüyür, hadisələr keçir. İkinci cildin demək olar ki, axırlarında Mirayaz dostları ilə oturub söhbət edirlər, bir yerdə danışırlar, belə deyək, dərdləşirlər. Bu zaman burada qırılma nöqtələrindən söhbət düşür ki, hər bir insanın həyatında müəyyən qırılma nöqtələri vardır ki, bu qırılma nöqtələri hər bir insanın həyatı ya mənfi istiqamətə, ya müsbət istiqamətə sürükləmiş olur. Bu zamanda Mirayaz oturur öz qırılma nöqtəsi danışır ki, mən bir vaxt tələbə olanda belə bir hadisə törədəcəkdim, törətmədim. Sonra əskərlikdə olanda belə bir hadisə törədəcəkdim, törətmədim. Bu zaman Oqtay prototipi bir gözəl ona söz deyir. Mirayaz, sənin bir dəfə köməyinə atan gəldi, bir dəfə də köməyinə anan gəldi. Amma düşün ki, bu həyatda nə qədər insanlar gəlib keçiblər ki, bu köməkləri olmadığı üçün həyatları mənfi istiqamətə yönəlmişdir və yaxud məhv olub getmişdir. Misal üçün, bu xoşum gəlir.